Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin Qədirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Drop.me Files fayl mübadiləsi servisinə həsr olunmuş sadəcə 5-ci və sonuncu video dərsliyində sizləri salamlayıram və bugünkü video dərsimizin mövzusu Drop.me Files keçid linkinin şifrələnməsi olacaq. Əvvəlcə qeyd edim ki, digər video dərsliklərimə yeni istifadəçilərimiz və bu kanala yeni abunə olan istifadəçilər baxmayıblarsa, tövsiyə edərdim ki, Drop.me File servisinə həsr olunmuş digər video dərsliklərimə də baxsınlar ki, bu video dərsliyim də onlar üçün praktik əhəmiyyət kəsb etsin. Drop.me Files keçid linkinin şifrələnməsi üçün ilk növbədə bizə Drop.me Files servisinə hər hansı bir fayllara əlavə etmək lazımdır və sonraki mərhələdə onu şifrələmək tələb olunur. Bunun üçün biz Drop.me Files yazılan simgə üzərində sol düyməni bir dəfə sıxırıq və beləliklə kompüterimizin istənilən yerindən bizə lazım olan hər hansı bir faylı Drop.me Files servisinə əlavə edirik. Bunun üçün Alt düyməsini sıxırıq və gördüyümüz kimi 3 faylımız müvəffəqiyyətlə Drop.me Files servisinə əlavə olundu. Və 3 fayl üçün vahid formalaşdırılmış bir link verilir və bu link vasitəsilə biz istər elektron poçt vasitəsilə, istərsə də sosial şəbəkələrin birində paylaşmaqla digər dostlarımız, tanışlarımız da bu şəkillərdən və yaxud da həmin məlumatlardan belə deyək, yararlana bilərlər. Bugünkü dərsimizin əsas mövzusu və məqsədi Drop.me Files keçid linkinin şifrələnməsi ilə bağlı olduğu üçün biz bu dəfə şifrə ilə bağlı əsas məsələni həll edəcəyik. Əvvəlki 4-cü video dərsliyimdə qeyd etmişdim ki, Drop.me Files saytı keçid linkini yaratdıqdan sonraki mərhələdə onun vahid bir müddətini təyin edir. Bu müddət adətən qəsdən sonra qəbul olunmuş vəziyyətdə 7 gün hesablanılır. Biz bu müddəti dəyişmirik və bu dəfə şifrəni müəyyən edəcəyik. Şifrə üçün burada qıfıl işarəsi var. Zolağı sağ tərəfə çəkdikdə avtomatik olaraq keçid linkinin sağ tərəfində bir şifrə formalaşır və həmin şifrəni istəsək surətini çıxardıb kompüterimizdə mövcud olan hər hansı bir mətn redaktoruna yerləşdirərək onu öz kompüterimizdə yadda saxlaya bilərik. Bundan sonraki mərhələdə formalaşmış keçid linkini elektron poçt vasitəsilə göndərmək bizdən tələb olunur. Bunun üçün biz elektron poçt ünvanımızı daxil edirik və bundan sonraki mərhələdə Enter düyməsini sıxırıq. Beləliklə, Drop.me Files keçid linki, yəni şifrələnmiş konkret keçid linki qarşı tərəfə göndərildi və beləliklə biz qarşı tərəfin elektron poçt ünvanına qoşuluruq və gələnlər qovluğuna müraciət edirik. Gördüyümüz kimi Drop.me Files saytından, yəni servisindən bizim elektron poçt ünvanımıza məktub gəlib və həmin məktubu açaq, məktubun daxilindəki verilənlərə diqqət yetirək. Əvvəlki video dərslərimdə izah etmişəm bu barədə, yenə də yeni qoşulan istifadəçilərimizə təbii ki, bunu izah etmək niyyətindəyəm. Göndərdiyimiz link haqqında ətraflı məlumat burada verilir. Yəni, linkimizdə toplanan faylın ümumi sayı 3-dür, həcmi 106 kilobaytdır. Faylı köçürmək üçün, yəni bu 3 faylı digər kompüterə köçürmək üçün mövcud olan link budur və növbəti əlavə olunan link isə məhz şifrədir. Yəni, bu linki işə salarkən qarşı tərəf parol olmadan, yəni şifrə olmadan həmin linkin daxilindəki məlumatları oxuyub araya bilməyəcək. Bunun üçün biz linki ilk növbədə işə salaq və növbəti açılan səhifədə siz bunun əyani şahidi olacaqsınız ki, 4-cü və 3-cü video dərsliklərində çox rahatlıqla bu link açılırdı və onun daxilindəki olan bütün məlumatlar görünürdü. Lakin gördüyümüz kimi 3 faylı köçürmək üçün ilk növbədə bizdən şifrə tələb olunur. Bu şifrəni də təbii ki, həmin faylı yükləyən istifadəçi təyin edir və yəni bizim nümunəmizdə hal-hazırda bizim özümüz təyin etmişik və həmin şifrənin surətini biz çıxardırıq. Biz surətini çıxardırıq, copy və Drop.me Files servisinə qoşulduq və parolu yerləşdiririk. Parol yerləşdirildikdən sonraki mərhələdə Enter düyməsinin sıxılması kifayətdir. Bəzən elə olur ki, parol baxmayaraq ki, şifrəni biz düz daxil etmişik, amma bir dəfəyə açılmır. Ona görə də surəti çıxardarkən, xüsusən şifrənin surətini çıxardarkən diqqət yetirin ki, artıq sahələri seçməyəsiniz. Beləliklə, biz Drop.me Files servisinə həsr olunmuş video dərsliyimizi tamamlayırıq. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsliyim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın, video dərsliyimə səs verin ki, digər dostlarınız da bu video dərsliklərdən yararlana bilsinlər.
Gələn görüşlərə dək sağ olun.